119 min manata Saray qəsəbəsində, Saray MTK-nın yanında 2 mərtəbəli ev satışa çıxarıldı. Bax bu ev. 1 ilə 2-nin arası monolitdir. Evin polu da boydan boya hamısı monolitdir. İsti poldur. İsti pollu evdir. Qazı, suyu, işığı, sayğacları, kanalizasiyası mərkəzidir. Bax şəbəkə pəncərələr var. Qəşəng səliqəli balkonu var. Həyətində də bir dənə belə besidkası var. Bax. Abşifkalı, işıqlı, hər şey qaydasında olan evdir. Sağ tərəfindən də, sol tərəfindən də ara məsafəsi var. Bunları inşallah gələndə yerində görəcəksiniz. Sonra belə kaletka qapıdır, görürsünüz. Belə də jalüz qapısı var. Düz yola yaxın məsafədir. Sumqayıda yaxın hissəsindədir sarayın. Saray MTK yaxın əraziləri. Bax belə bir evdir, görürsünüz. Deməli, buradan gəlirik evimizin içərisinə. Bax, pilləkənlərlə buradan qalxdıq, gəlirik evin içərisini sizə göstərirəm. Ayaqqabı ilə keçmək olar. İsti poldur. Birinci mərtəbə boydan boya isti poldur. Bax, belə bir işıqlı bir koridoru var, görürsünüz. Axıra qədər gəlirəm ki, görəsiniz. Bax, gör nə boyda, hara qədər gəlirəm hələ. Bax belə, bir də təkrar edirəm. Birinci mərtəbə isti poldur, 119 min manatadır. Saray qəsəbəsində, Saray MTK-nın yanındadır. Elə buradan birbaşa gəlirik qonaq otağına, yəni zala. Bax, bura zalıdır, qonaq otağıdır. Görürsünüz, şəbəkə pəncərələrdir, birbaşa öz həyətinə baxır. Bir də təkrar edirəm, yəni bu ev böyük kvadratlı evdir. Gələndə inşallah yerində görəcəksiniz. Sən paket kupçalı, yəni birbaşa qeydiyyata düşə biləcəyiz bir evdir. Mütləq gəlin bu evə baxın. Bu da mətbəximizdir. Görürsünüz nə boyda mətbəx var. Mətbəx neçəni içədir? 5,5-ın 3,5 mətbəxi. Yeri keramikadır, mebel arası keramikalarla vurulub. Bütün xəttlər çəkilib, tox xəttlərinə qədər qoyulub, TV-stintin yerinə qədər burada hazır vəziyyətdədir. Sonra burada bir sanitar qovşağımız var. Bax, görürsünüz, böyük sanitar qovşağıdır. Bax, böyük bir sanitar qovşağıdır. Sonra pilləkən də, bax bu pilləkən betondandır. Betondan tökülmüş pilləkəndir, qəşəng periyalar da qoyulub. Pilləkənin eni 1,50-dir də. Bax, divardan periyaya qədər 1,50-dir, yəni bax, eni. Ona görə enini görsən. Yəni 2 nəfər belə böylə rahat gedə bilir buradan. Özdə beton pilləkəndir, yəni tərpənmək, ondan sonra səs eləmək yoxdur da, bilirsiniz, o taxta pilləkənlərdə biraz səs olur. 1 ilə 2-nin arası monolitdir, buradan qalxdıq 2-ci mərtəbəyə. Gəlin 2-ci mərtəbəni göstərək. Elə pilləkənlə çıxan kimi sanitar qovşağıdır. Pilləkənlə çıxan kimi, bax 2-ci mərtəbənin sanitar qovşağı, görürsünüz. Bir də deyirəm, 1-ci mərtəbə isti poldur, 2-ci mərtəbələrdə otaqlarda radiator olacaq. Bu 2-ci mərtəbənin bir yataq otağıdır. Bu bir yataq otağıdır. 3 yataq otağı da yuxarıdadır. Sonra burada bir yataq otağımız var. Bu böyük yataq otağıdır. Görürsünüz, 2-ci mərtəbənin ən böyük yataq otağıdır. Bax bu. Buradan bir dənə zəhmət olmasa həyəti göstərək də. Bax, görürsünüz, buradan həyəti göstərim. Geniş, böyük həyəti var. Bax belə. Sonra bir yataq otağı da buradadır. Bax, gəlin bura baxın. Bir yataq otağı da bax buradadır. 3 yataq otağı yuxarıdadır, bir qonaq otağı, mətbəx aşağıdadır. 2-ci mərtəbənin burada balkonu da var. Balaca bir balkon yataq otağına çıxırsınız həyətə. Bax belə. Bir də təkrar edirəm, deməli, Saray qəsəbəsindədir, Saray MTK-nın yanındadır, 2 mərtəbəli evdir, paket kupçalıdır, yəni qeydiyyata düşə biləcəyiz evdir, 119 min manatadır, qiymətində endirim olunacaq. Gəlin eviyəsinin özü ilə danışın, yaxşı endirim olunacaq. Sağ olun.